Sizinlə yenə mən nevroloq və neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova. Əgər səhərlər başımız ağrıyırsa, bu sadəcə olaraq yorğunluq deyil, beynimizin bizə aylarla, illərlə göndərdiyi yəni xəbərdarlıq ola bilər. Gəlin ilk növbədə başa düşək ki, beynimizdə gecələr nələr baş verir. Ümumiyyətcə beynimiz 16 saat boyunca elektrik siqnalları ilə, emosional yüklənmələrlə, toksinlərlə yüklənir və bunu yalnız gecə dərin yuxu fazasında təmizləyir. Və biz səhər baş ağrı ilə oyanırıqsa, deməli ki, bu təmizləmə baş verməyib. Yəni limfatik sistem gecələr açılır və neyronların arasında yığılan toksinləri təmizləyir. Və bu baş vermədiyində ödəmə bənzər bir hal olur. Bu da bizə alın və gicgah nahiyəsində ağrı ilə büruzə verə bilər özünü. Və ikinci olaraq, yuxu apnesindən əziyyət çəkən insanlar gecə dəfələrlə mikro oyanma yaşayır. Və bu da beyinə təhlükə siqnalı ötürdüyünə görə, oksigen yetməzliyi ilə təhlükə siqnalı ötürdüyünə görə beyin yatmır və bu zaman damarlarımızı genişlədir və səhər biz baş ağrısı ilə oyanırıq. Pasient elə bilir ki, yatmışam, lakin beyin yatmır. Üçüncüsü isə hormonal disbalans. Yəni kortizol normada səhərlər pik həddində olur. Lakin bu pik daha çox olduğu zaman miqren reseptorları ortaya, aktivləşir. Bu da bizə gicgah nahiyəsində, göz ətrafında ağrı ilə büruzə verir özünü. Eyni zamanda da buna boyun fəqərələrində degenerativ dəyişikliklər və ənsə əzələlərinin sıxılması ola bilər. Bu zaman nə baş verir? Gecə boyunca əzələlərimiz gərgin qalır və xüsusən də baş ağrı biz başımızı qaldırdıqda hiss olunur. Yəni səhər baş ağrısının ola biləcək bəzi səbəblərini saydıq. Və doğru yanaşma ilə bunlar 90% aradan qaldırıla bilər. Mövzu ilə bağlı suallarınızı şərhlər bölməsində verə bilərsiniz. Daha çox məlumat əldə etmək istəyirsinizsə kanalıma abunə ola bilərsiniz.